Əziz izləyicilər, bugün Landau Nəşriyyat Evinin monitorinqləri hazırlıq test toplusundan pozanın tarixi mətninin izahına baxacağıq. Ekranı saxlayıb mətni oxuya bilərsiniz. 16-cı sual. Mətnə aid fikirlərdən hansı doğrudur? Pozanların ilk istifadəsi qədim Yunanistandan başlamışdı. Xeyr, səhv fikirdir. Çörək içi bir zamanlar yazı səhvlərinin düzəldilməsi üçün istifadə edilmişdi. Bəli, həqiqətən də çörək içindən yazı səhvlərinin çıxarılmasında istifadə olunub. Kauçuk pozanlar İslam mədəniyyətindən yaranmışdı. Xeyr, ilk pozanlar müasir dövrdəki pozanlardan daha davamlı idi. Əksinə dayanıqlı deyildi. Cavabımız olur B variantı. 17-ci sual. İslam mədəniyyətində xəttatlar səhvləri necə aradan qaldırırdılar? Baxın, İslam mədəniyyətində barmaqlarını ağız suyu ilə isladaraq səhvləri aradan qaldırırdılar. Cavabımız olur A variantı. 18-ci sual. Çörək içinin pozan kimi istifadəsinin əsas problemi nə idi? Çörək tez xarab olurdu və kiflənirdi. Cavabımız olur kiflənməsi C variantı. Daha sonra 19-cu sual. Kauçukun əsas problemi nə idi? Bayaq da dediyimiz kimi dayanıqlı deyildi. Eyni zamanda tez xarab olur və pis qoxu yayırdı. Cavabımız olur D variantı. 20-ci sual. Mətnin məzmununa əsasən hansı fikirlərə razılaşmaq olmaz? Pozanın tarixi insan ehtiyaclarının inkişafını göstərir. Bəli, İnsanlar inkişaf etdikcə pozanlar da inkişaf edir və daha mükəmməlləri yaranmağa başlayır. Çörək içinin kiflənməsi problem yaratdığı üçün daha dayanıqlı vasitələrə ehtiyac yaranmışdı. Bəli, bu da doğru fikirdir. Kauçuk pozanlar ilk dövrlərdə heç bir problem yaratmamışdı deyir. Baxın, burada deyir ki, ilk dövrlərdə nə idi? Dayanıqlı deyildi. Cavabımız olur C variantı. Vulkanizasiya rezin materialının davamlılığını artırmışdı. Bəli, həqiqətən də kükürddən istifadə əlavə etmişdilər və bu prosesi də nə deyirlər? Vulkanizasiya. 21-ci sual. Vulkanizasiya nə üçün vacib idi? Baxın, dediyimiz kimi əvvəlcə dayanıqlı deyildi. Daha sonra kükürdlə qarışdırılmışdı və bu prosesi nə deyirlər? Vulkanizasiya. Bu da onun dayanıqlılığını artırmışdı. Cavabımız olur 21-ci sualda D variantı, dayanıqlılığının artırılmasını təmin etmək üçün. 22-ci sual. Mətndə hansı suala cavab yoxdur? İlk pozan nə vaxt və kim tərəfindən kəşf edilmişdi? Var. Çörək içindən nə üçün istifadə olunurdu? Yazı səhvlərinin silinməsi üçün. İlk kauçuk pozanlar hansı problemlərlə üzləşdi? Dayanıqlı olmadı, pis qoxu gəldi, xarab oldu və s. D variantı. Pozanların vinildən hazırlanması texnologiyası kimə məxsusdur? Baxın, burada bizim mətnimizin nəticə hissəsində deyir ki, vinillərdən hazırlanırdı və bunun kim tərəfindən olduğu isə qeyd edilməyib. Cavabımız olur D variantı. 23-cü sual. Edward Narinin icadı nə ilə əlaqədardır? O, kauçuk pozanların yaradılmasında rolu olmuşdu. Mürəkkəb yaladı ifadəsi nədən yarandı? Biz bayaq dedik ki, İslam mədəniyyətində, mədəniyyəti gəldikdən sonra xəttatlar barmaqlarını ağız suyu ilə isladaraq səhvlərini düzəldirdilər. Buna da mürəkkəb yaladı deyirdilər və burada da cavabımız olur xəttatların yazını silmə üsulundan. 25-ci sual ardıcıllıq istəyir. Edward Narini çörək əvəzinə kauçukdan istifadə etməyi sınaqdan keçirir. Perqament və papirus üzərində. Bəli, burada daş parçadan istifadə mətnimizin əvvəlindədir. 2-ni birinci götürürük. Daha sonra sınaqdan keçirdi. Daha sonra təbii kauçuk Cənubi Amerikadan Avropaya gətirildi. 3. Daha sonra kauçukun dayanıqlılığı artırıldı. Sonda baş verir 2, 1, 3, 4 cavabımız olur A variantı.